Qeyri-sabit hava şəraiti, güclü yağışlar kənd təsərrüfatına, fermerlərə zərər vurur. Hətta heyvandarlıq təsərrüfatlarına da zərər dəyir. Ötən il baş verən güclü yağışlar nəticəsində yaranan sel zamanı da xırdabuynuzlu heyvanları sel aparmışdı. Xeyli sayda əkin sahəsi və bağları ziyan dəydi. Amma bu zərərlərin hər biri aqrar sığorta tərəfindən qarşılanır. Aqrar sığorta fondu 41 növ bitkini sığortalayır. Burada demək olar ki, bütün bitki növləri mövcuddur. Aqrar sığorta fondundan bildirilib ki, aprelin 14-dən havanın kəskin pisləşməsi nəticəsində bir həftə ərzində təqribən 30 rayondan 80-dən çox müraciət daxil olub. Fondun nümayəndəsi Əli Əhmədov bu dövrdə kəndlilərə nə qədər ziyan dəydiyindən danışıb. Aprelin 14-dən, aprelin ortalarından başlayan bu hava şəraitinin kəskin dəyişməsi nəticəsində 13 milyonluq məhsulun gözləndiyi təsərrüfatlara zərər dəyməsi barədə müraciət daxil olub. 13 milyon rəqəmi o demək deyil ki, həmin təsərrüfatlara bütünlüklə 13 milyon manatlıq zərər dəyib. Sadəcə onlarda gözlənən məhsulun həcmi 13 milyon olduğuna görə miqyaslarını göstərmək üçün bu termindən istifadə edilir. Ümumilikdə ilin əvvəlindən bəri Aqrar Sığorta Fonduna 26 milyon manatlıq məhsulun gözlənildiyi təsərrüfatlardan zərər hadisələri barədə müraciətlər daxil olub. Kənd təsərrüfatı ekspertlərinin sözlərinə görə sığorta barədə insanların maarifləndirilməsi yönündə təbliğat işləri davam etsə də, kəndlilər təsərrüfatlarını sığortalamağa gecikirlər. Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli bildirir ki, sığorta müqavilələrinin əkin cücərdikdən sonra bağlanması və əvvəllər baş verən problemlərə görə sığorta edilməməsi də bəzən fermerlərin sığorta imkanlarından yararlanmalarına çətinlik yaradır. Hal-hazırdakı hava şəraiti yazda biz bildiyimiz qədərincə monitorinqlər, sorğular bunu göstərir ki, yaz əkinlərində günəbaxandır və yaxud da qarğıdalıdır və ya pambıqdır. Bu tipli indi əkinlərdə hava şəraiti uyğun olmadığı üçün bitiş alınmaya bilir. Yəni toxumlar cücərmə, keyfiyyətli cücərmə olmadığı üçün hava şəraitinə görə ola bilir. Amma burada indi həmin bu zaman bu tipli hadisələr sığorta kapsamında deyil. Yəni çünki siz əkin edirsiniz, bitiş alınır, ondan sonra sığorta müqaviləsi bağlanılır, monitorinq olunur. Monitorinqə görə sığortalanma prosesi ondan sonra başlayır. Deyək ki, hər hansı bir bitki yaz vaxtı səpibsiz və 5 gün, 10 gün sonra bunun bitişini ala bilməyibsiz və sığorta müqaviləsi hələ o tarixdə bağlanmamış olur. Ona görə siz sığorta imkanlarından yararlana bilmirsiniz. Qalan vaxtlarda o müəyyənləşdirilmiş parametrlər üzrə sığorta məsələsi həll olunur. İqlim dəyişikliyi təkcə kəndlilərə yox, alıcıların ciblərinə də ziyan vurur. İqtisadçılar qeyd edirlər ki, bazarlarda qiymətlərin əl yandırmasının səbəblərindən biri də havadır. Bəzən yayda quraqlıqdan bu baş verir, bəzən daşqınlardan, bəzən digər yönlü problemlərdən. Buna görə də bu tip hallara biz həmişə hazır olmalıyıq. İndidən sonra da mən hesab edirəm ki, hər zaman biz təbiətin bu şıltaqlıqları ilə rastlaşacağıq və ciddi fəsadlar törədəcəkdir. Bunun da yeganə yolu sığorta mexanizmidir. Havanın təsiri olur məhsulun həcminə. Məhsulun həcmi azalan zaman bazarda təklif azalır. Təklifin azalması isə qiymətlərin artmasına səbəb olur. Belə hallardan qorunmaq üçün kəndlilər təsərrüfatlarını vaxtında sığortalamalıdırlar. Beləliklə zərərin yarısından qayıda bilərlər. Nuray Qurbanova, APA TV.